Gözəl dostlar, xoş gördük hər birinizi. Deməli, bəzi mesajlar gəlib və o mesajlara görə mən bu videonu çəkmək borcumdur. Yəni sizin haqqınız deyə mən onu tapdala bilmərəm. Onun üçün məlumat verməliyəm sizə. Beləliklə, məsələ nədir? TikTokda işimiz bitdi, eləmi? Arada bir nəsə vacib mesajlar olanda çəkirik və bunun kimi. İndi hal-hazırda YouTube'dayıq. Ruhsal kodlar. Yəni bizim daxili həqiqətimiz, Adəmə o öyrədilənlər, Adəmin mələklərə söylədikləri və s. və s. Yəni o ruhsal kodlardır bunlar. DNK-mızda olanlar, bir sözlə getdik. Hal-hazırda nə baş verir? Hal-hazırda bizim WhatsApp qrupumuz var və orada bizim təlimləri bitirən insanlar 4-cü, 5-ci boyutun təlimlərini təkrar edirlər. Və istər-istəməsən bir dənə mövzunu oxuyarsan, 3 gündən sonra oxuyanda baxarsan ki, başqa bir şey var. Sonra 5 gündən sonra yenə başqa bir şey var. Birinci də oxuyanda onları görməmişdin. Beləliklə, insan daim yenilənir. O isə ruhumuzda olan mövzulardır. Əgər Adəm ruhumuzda olan mövzuları mələklərə başa salanda dərk eləsəydi, iblis onu azdıra bilməzdi. O elə bununla da yaşayardı. Deyərdi ki, bax, mənə bu lazımdır. Amma bunun nə olduğunu heç özü də bilmirdi. Gəldik yer üzünə, təcrübələr keçdi, artıq bilirik nə var, nə yox. İndi ruhumuzun haqqıdır ki, biz onunla bir yerdə əməkdaşlıq edək. Beləliklə, WhatsApp qrupumuzda sağ olsunlar, təlim iştirakçıları yığılıb, təlimləri keçirlər. Yəni, dərhal pul fikirləşməyin. Boş şeylərdir bunlar. İndi adamlar var ki, bax, bura qoşula bilməyiblər. Burada isə artıq çoxdan başladığı üçün ora təzədən insanlar girsə alınmayacaq. Ona görə buradan elan edirəm. Kim istəyirsə 4-cü, 5-ci boyutun təlimləri yeni bir WhatsApp qrupu yaradırıq. Orada aylıq cəmi cümlətanı 5 azin siqareta, nə bilim, ximkat yeməklərə 5 azin verib sonra tullamırsınız. 5 azin verirsiniz. 4-cü, 5-ci boyutun təlimlərini orada alırsınız. Yəni pulsuz demək olur da, bu sadəcə abunə haqqıdır. Burada nədən gedir söhbət? Bax, bu boyutda. Siz 6 dənə kitab PDF formada əldə edəsiniz. Plus bunun 5 dənəsinin audio versiyası da olacaq sizdə. Bir də 5-ci boyutdan nə səslənibsə, nə varsa onlar. Bilmirəm nə qədər səslənilib, amma hal-hazırda bunlar var. Bir də sizə veriləcək 4-cü boyutun hədiyyələrin podkast versiyası. Bu çox mükəmməl bir versiyadır. 2 nəfər dialoqdur. Mövzunu müzakirə edirlər. İnsan var ona PDF-ni oxuyanda çatır, insan var audio qulaq asanda çatır ona, insan var ki, diskussiya qulaq asanda çatır. Yəni 3 versiya, 3-ü də var. Kimdə nə rahatsa onu da əldə edə bilər. Amma eyni zamanda bunların hamısı sizdə olacaq. Telegram qrupuna materiallar atılacaq hər gün. Orada oxuyasınız, tanış olasınız. WhatsApp qrupunda istəsəz müzakirələr olacaq. Hamısı sizə bağlıdır. Bunlar hamısı mənim vaxtım alan şeydir. Amma siz istəsəz bunun yeri var. İstəməsəz elə Telegramda özünüz tanış ola bilərsiniz. Beləliklə, o ki qaldı, dostlar ki var burada vaxtı ilə təlimdə iştirak ediblər. Nə bilim, material alıblar 100 manata falan və s. fərq eləmir. Nələr eləyiblərsə, öyrəniblərsə, xərcləri çıxıbsa və indi deyirlər ki, burada pulsuzdur. Onlara 2 dənə şey deyə bilərəm. Birincisi, onu deyə bilərəm ki, elə bilin ki, bunlara pulsuz dərs paylanılırsa, bunu siz eləmişsiniz. Həmin onların PDF, audio hazırlanmasına pul yığmışsınız və bunlar artıq əlinizdə material var. Həm sizdə var, həm də ki, həmin materiallar öz insanlarımıza, xalqımıza, istəyənlərə, oyanmaq istəyənlərə çatır.
İkincisi, bu materiallar sayəsində insanlar oyanacaq və xilas olacaqlar. Bunun elə o üçüncü boyut dilində desək, savabı, əcri və yaxud da ki, yəni yad adam yoxdur da, bir ağacdır, budaqlar, yarpaqları, hamısı bizik. Ağac bütöv xoşbəxt olmalıdır. Ağac bütöv bir tərəfi çürük, bir tərəfi qaranlıq, bir tərəfi yaşıl olmalıdır. Bütöv yaşıl olmalıdır. O yaşıl olanda sən artıq buradan bura keçə bilirsən, buradan bura. Yəni hamısı sənsən də. Tak ki, başqasına elədiyi özü eləmiş olursan, kainat əvəzin verir. Yox, desən ki, burada söhbət maddiyyatdan gedir. Mən demirəm yekə o vaxt qiymət oydu, indi belədir, keyfim elə istir, belə istir. Nə bilim, götür günə materiallı sat və yaxud da təlim ver. Onlara qarışmıram, o sizin işinizdir. Sadəcə deyə bilərəm ki, vaxt gələcək, vaxt ki, təlimə, materiallara 1 manat, 5 manat fərq eləmir, xərcləyibsə, hamısının pulu konvertdə özlərinə qayıdacaq. Yeganə burada şərt nədir? Əsas məsələ. Hal-hazırda iqlim problemi var. Siz bilmirəm, izləyirsiniz yoxsa yox. Dünya artıq yarısı çöküb dünyanın. Quranda deyilir, söz verir. Qiyamətə yaxın məhv eləmədiyimiz, viran qoymadığımız şəhər qalmayacaq. Yəni, həmin məsələ var. Siz əgər götürsəz, xəritəyə belə baxsaz, bu, nə bilim, Tokyodur, bu, nə bilim, Rusiyadır, bu, İtaliyadır, bu, filandır, belə-belə. Hər gün izləsəz iqlimi görəsən, burada bir kres qoyduq, bu şəhər getdi, bu şəhərə sel bastı, burada tornado oldu. Belə-belə baxasınız ki, həmin o xəritə qapqara qalıb. Müəyyən bir yerlərdə nələrsə var və onların da növbəsi çatır. Bir sözlə, bax, bu iqlimdən sağ-salamat qutarandan sonra sizin o pullar bir dənə bir banket olacaq, orada sizin özünüzə qayıdacaq. Bu mümkün deyil, qayıtmasın. Bu mənim üçün bir borc kimi şeydir. Sizlə təlim verim, pulla təlim. Sadəcə pulsuz olan var idi də. Bir 3 il YouTube-da pulsuz şeylədik, hədiyyələr qalmışdı. Heç kəs baxmırdı. Məcbur qaldıq belə elan olsun ki, bəlkə insanlar reaksiya versinlər və elə də oldu. İndi burada da 5 AZN-dir. İstəyən varsa, bax, bu təlimləri əldə edə bilər. Abunə olur, 5 manat ödəyir və hər ay, hər gün materialları əldə edir. Sonra kimsə deməsin ki, biz qıraqda qaldıq, biz çatdıra bilmədik. Bir aya 5 manat düzəldə bilərsiniz. Mən bilən qədər. Bunu da düzəldə bilmirsinizsə, onda işiniz şuluqdur sizin. Valla. Nə ilə yaşayırsınız, nə yeyib, nə içirsiniz, onu da bilmirəm. Mən bilən qədər kimsə kənarda qalmayacaq. Vaxtınızı almayaq. Yazılın. Şəxsiyə yazan WhatsApp nömrəsini yazaq. Orada qeydiyyatdan keçin. Telegramda da olsun materiallar. Yararlanın. Və salam, tamam. Təşəkkürlər.